Bakıda arvadının boşanmaq istəyini qəbul eləməyən kişi onu küçənin ortasında yandırmaq istəyib. Əldə olunan məlumata görə cinayət səbəbindən həbs edilən 44 yaşlı Abuşovla həyat yoldaşı Aydan, qeyd eləyək ki, ad və soyadlar şərtidir, həm də biboğlu dayı qızıdırlar. Onların birgə nikahdan bir az yaşlı qızı var. Qadın evlilikləri dövründə əri tərəfindən mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Ərinin hər gün içkili halda evə gəlib onu döyməsi qadını boşanmağa vadar eləyib. Günlərin birində Aydan qızını da götürərək evi tərk eləyib. Abuşov isə arvadının gedişini qəbul eləməyib. Əvvəlcə onunla söhbət eləyib, boşanmaq fikrindən daşınmasını xahiş eləyib. Aydanın israrla ayrılacağını deməsi isə onu özündən çıxarıb. Mübahisə zəminində o, arvadının baş və sifət nahiyələrinə yumruqla zərbələr endirib. Bir neçə gün sonra isə daha ağır cinayət hadisəsi baş verib. Bu dəfə Abuşov şəhərin ortasında arvadına od vurub yandırmaq istəyib. O, bu niyyətlə içində benzin olan qabla Aydana məxsus Nissan markalı avtomobilə yaxınlaşıb, həmin vaxt həyat yoldaşının rəfiqələri də maşında olublar. Ər maşına yaxınlaşaraq digərlərinin gözü qarşısında əlindəki tez alışan mayeni Aydanın üstünə və avtomobilin salonuna töküb. Bu zaman ya mənim olacaqsan, ya da qara torpağın deyərək bağıran kişi alışqanı yandırmaq istəyib. Lakin arxa oturacaqda əyləşən sərnişin cəld tərpənərək aləti onun əlindən alıb. Nəticədə baş verə biləcək dəhşətli hadisənin qarşısı alınıb. Hadisədən sonra Abuşov polis əməkdaşları tərəfindən saxlanılıb və öldürmək, həmçinin sağlamlığa ağır zərbə vurmaqla hədələmə, qəsdən sağlamlığa az zərər vurma və əmlakı qəsdən məhv eləməyə cəhd maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Bundan sonra cütlük boşanıb. Aydan keçmiş ərinə qarşı heç bir tələb irəli sürməsə də onu bağışlamayıb. O, məhkəmədə keçmiş əri ilə birgə yaşadığı və ayrıldıqdan sonraki çətin günlərdən daim təhdid edilməsindən danışıb. Evə hər gün içkili gəlirdi, məni döyürdü. Sərxoş olduğu üçün qohumları da onu istəmirdi. Günlərimiz davadalaşla keçirdi, hər gün məni təhdid edirdi. Əhmədin ikisi azyaşlı olmaqla 5 ailə üzvünü amansızlıqla öldürən Əhməd Əhmədovu qeyd eləyib xatırladıb. Əhmədin anasının şəkillərini atırdı. Deyirdi ki, səni bax belə doğrayacağam. Hər dəfə üstümə benzin töküb yandıracağı ilə hədələyirdi. Axırda dediyini elədi. Həmin gün benzini düz belimə tökmüşdü. O an qorxudan ayaqlarım tutuldu. Həyəcandan tərpənə bilmədim. Yaxşı ki, alışqanı əlindən ala bildilər, yoxsa daha ağır faciə baş verəcəkdi. Abuşovun qəribə xasiyyətləri var. Vurub öldürür, 5 dəqiqə sonra ağlayırdı. Onu başa düşə bilmirdim. Keçmiş arvadını müttəhim kürsüsündən seyr eləyən kişi isə onun dediklərinin çoxunu qəbul eləməyib. Mən sadəcə onunla barışmaq istəyirdim. Düzdür, aramızda mübahisələr olurdu. Bu səbəbdən də Aydan çıxıb getmişdi. Amma mən pulsuzluğa düşməməsi üçün maşınımı satıb ona pul göndərirdim. Bizim bir qızımız var. Deyirdim, qızımdır. Mən onsuz qala bilmirəm. Ona dedim ki, lap sən çıx get, amma qızım evdə qalsın. Aydanı yumruqla dəfələrlə vurmağıma və benzin töküb yandırmaq istəməyimə gəlincə, bunlar sənəddə yazılan kimi deyil. Mən ona sadəcə şillə vurmuşam. Benzinlə yandırmaq söhbəti də düzgün deyil. Əlimdəki qabın içində də su idi. İş üzrə dindirilən şahidlər hadisə anını təsdiqləyib. Təqsirləndirilən şəxsin əlində benzin və alışqan olduğunu deyiblər. Bundan əlavə məhkəməyə təqdim olunan səs yazılarında Abuşovun keçmiş həyat yoldaşının açıq-aşkar öldürməklə hədələdiyi aydın olur. Yananda demə ha yandırmadı. Sənin üçün 2 litr benzini özümlə gəzdirirəm. Səni su ilə söndürə bilsələr, mənə nə deyirsən de. Tərəflərin ifadələri və təqdim olunan sübutlar ittihamın əsaslı hesab edilməsi üçün yetərli olub. Yasamal rayon məhkəməsinin hökmü ilə Abuşov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.